Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Bütün filmlər, bütün seriallar cəfəngiyatdır. Mən ümumiyyətlə deyirəm ki, televizorun, radionun sonra və digər texnologiyaların insanın egzistensiyasına, mövcudluğuna daxilən özünü necə birisi hesab etməsinə, necə birisi hiss etməsinə çox böyük ziyan vurub. Hətta 1930-cu illərdə belə bir yazıcı yazırdı ki, insanlar daima radioya qulaq asır və kino ilə özlərini aldadırlar. 1930-cu illər. Onda hələ o qədər də çox inkişaf etməmişdi işte, amma o deyirdi ki, artıq belə şeylər eləyirlər. Friedrich Nietzsche də 19-cu əsrin 80-ci illərində qeyd eləmişdi ki, insanlar o vaxtı belə cip saatı deyilən belə balaca saatlar düzəltmişdilər. Deyirdi, insanlar harda oturursa açıb baxır o saata. Təsəvvür eləyin, indi necə ki biz telefonlara baxırıq daima. O vaxtı da insanlar elə o saatı açırdı, saata baxırdı, bağlayırdı. Açırdı, baxırdı, bağlayırdı. Yəni kuklalar, həmin o robotik kuklalar 18-ci əsrdən bu yana inkişaf etdi. İndi süni intellektə malik olan robotlara çevrildi. Hətta insanı tamamilə kopya eləyə biləcək, vizual olaraq kopya eləyə biləcək robotlar da mövcuddur indi. Bu da çox pis bir şey deməkdir. Orta əsrlərdə alkimiya ilə məşğul olan alimlər Gollum deyilən bir varlığı yaratmaq istirdi. Yox, adı Gollum deyildi, neysə. Belə bir varlığı idi, elə bir yumurtadan əmələ gəlirdi balaca bir insan. Onlar düşünürdü ki, onlar bir şeylər edərək yeni bir insan yarada bilərlər. Yumurtanın qabığın içindən çıxan bir insan. Və deyirlər ki, bu mümkündür. O ideyalar reallaşmasa da yenə də o ideyalar ölmədi. O ideyalar bugünə qədər gəlib çıxdı. Və indi nə edirlər? Məsələn, insanların DNK-sını dəyişdirməyə başlayırlar. Çinlilər fikir versiniz, məsələn, 40 il əvvələ 19-cu əsrə baxsaz, Çinlilər hamısı balaca boydu və arıqdır. İndi Çinlilərə baxanda hamısı yekədir, uzun boydu. Niyə görə? Çünki 20-ci əsrdə onlara dedilər ki, dinləri tullayın bir qırağı və ət yeməyə başlayın. Ət yemək onların fiziologiyasına təsir elədi. Mən nəyi demək istəyirəm? Yəni, inkişaf dediyimiz bir şey əslində inkişaf deyil, dəyişilmədir və çox zaman bizim xeyrimizdən çox ziyanımıza yönəlib. Sadəcə biz bunun fərqinə vara bilmirik. Ümumiyyətlə, insanlıq eksperimentlər sayəsində nələrəsə gəlib çıxmışdı. Yəni, biz nələrə qadağa qoymuşuqsa, nələri qəbul eləmiriksə, bu göydən gəlmə qanunlar deyil. Sadəcə bizim təcrübələrimiz, min illər boyu keçirdiyimiz təcrübələrimizdən əmələ gələn həqiqətlərdir. Və insanlar ta qədim zamanlardan ölümdən qorxurdular. Ölümdən qorxurdular deyə hansısa bir üsulla da olsa özlərindən sonra nəsə saxlamağa çalışırlar. Bu dövrdə kriyonikadan keçən bir insan qədim zamanda divarda rəsm çəkən insandan heç nə ilə fərqlənmir. Bilirsiniz niyə? Çünki o da bir üsulla özündən bir şey saxlamağa çalışırdı ki, güya ki bunun vasitəsilə yaşamağa davam edəcək. Eyni şey də indi. Həmin dövrdə insanlar nə edirdi? Düşünürdü ki, yaxşı, mən özüm öləcəm. Gilgamış dastanında məsələn. Özüm öləcəm, amma mən bir təhər şey eləməliyəm də, yəni özümü davam etdirməliyəm. Ona görə də mənim uşaqlarım olmalıdır. İnsanlar ona görə uşaqlı olmağı seçirdilər. Çünki bu həm cinsi tələbat idi,
həm də ki daxilən ölüm deyilən bir şey var idi, hiss edilirdi. O da deyirdi ki, heç olmasa sən qalmasan da sənin üzün, DNK, bax bu uşaqların vasitəsilə yaşamağa davam eləyəcək. Bu da nədir? Bu da aldatmacadır. Amma bəzi hallarda din ortaya çıxdı və din, ruhaniyyat hər zaman insanlara deyirdi ki, hara gedirsiniz? Özünüzü niyə aldadırsınız? Məsələn, Quranda yazılıb ki, sizin var dövlətiniz, övladlarınız sizə kömək, yəni siz cəhənnəmə gedəndə, öləndə, nə var dövlət, nə bu övladlar sizə kömək eləməyəcək. Ruhaniyyat və din daima insana bu ölümcül olmasından danışırdı, onu xəbərdar edirdi ki, onun elədiyi hərəkətlər nəyə gətirib onu çıxarda bilər, ölümdən sonra onu nə gözləyir və s. və onun təmizlənməsinə, onun bir növ oyanmasına, onun pis şeylər edib və onun nəticəsini əldə etməməsinə maneəçilik törədirdi. Elə belə insanı qoruyurdu da bir növ. Bu dövrdə isə insanı cəfəngiyatdan və s. şeylərdən heç kəs qorumur. Uşaqlıqdan bəri bombardman altındayıq biz. Niyə görə? Çünki vizual obrazlarla qidalanırıq. Biz, məsələn, indiki insanlar kənddə belə yaşasalar, məsələn, kənddə tutaq ki, 70-ci ildə bir adam kənddə yaşayır. O yenə də balaca bir televizorda kiməsə baxırdı, radiolara qulaq asırdı, radioya. Düzdür? Ona görə də onun şuuru çirklənir. Sizə elə gələ bilər ki, biz maraqlı məlumatlar əldə edirik. Əslində mən deyirəm ki, siz videolara baxmaqla, filmlərə baxmaqla, seriallara baxmaqla, vizual dəyişilən TikTokdur və s. görürsünüz, orada məsələn hər şey nətər tez-tez, qısa-qısa və dəyişilən şeylərə baxmaqla nə edirsiniz? Ziyana düşürsünüz. Filmografiya necə yarandı? Bir kadr, o biri kadr, üçüncü kadr, kadrlar tık 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 tez-tez gedəndə film yaranmağa başlayır. Bu da təsadüf nəticəsində əmələ gəldi. Əvvəl fotoqrafiya, ondan sonra kinoplyonka və s. Bu nəyə gətirib çıxardır? Bu yaxşı bir şeyə gətirib çıxardır. Xeyr, bu cəfəngiyatdır. Mən deyirəm ki, bu cəfəngiyatdır. Bəzi filosoflar, alimlər deyir ki, filmlər vasitəsilə nə isə dərk eləmək olar, anlamaq olar. Filmlər bir mesaj ötürür. Filmlər mesaj ötürmür. Filmlər sadəcə sizin paklanmış şuurunuzu çirkləndirməklə məşğuldur. Və bu videoda bir misal olaraq Nəsimi filminə toxunmaq istəyirəm. Ümumiyyətlə, Nəsimi filmi bir roman əsasında çəkilmişdir və aydın insan haqqında, özünü dərk etmiş insan haqqında cahil, kör, kar insanların bir film çəkməsi fərqi yoxdur. Yaradıcı qabiliyyəti sahibdirlər, yoxsa yox. Bir cəfəngiyatdır. Nəsimi filmin əvvəlində nədən danışır? Platondan, Əflatundan. İndi baxın, o dövrdə yaşamış insanlar axmaq deyirlər. Onlar başa düşürdülər ki, şahənşahdır, hökümdardır. Sən onun qarşısına çıxıb fəlsəfədən danışa bilməzsən. Gişsən sən onun qarşısında fəlsəfədən danışsan. Platon belə elədi, bu belə elədi. Şirvanşahlar hökümdarı qarşısında sən niyə şeydən danışırsan? Özü də əgər onlar o qanmazlar həqiqəti bilsəydilər, başa düşərdilər ki, həqiqəti deyənlə, həqiqətlə məşğul olan bir insanla yuxarıdakılar belə də yaxşı anlamda maraqlanmır. Onları təhlükə kimi görürlər. Və o qanmaz, yəni belə də ideyanı verən insan xürufiliyi bir şey kimi, bir cərəyan kimi göstərir. Filmdə məsələn, səhv eləmirəmsə, deyəsən Fəzlullah Nəiminin rolunu oynayan bir adam, deyəsən o biri filmdə Qaloş rolunu oynayır. Baş rolu oynayan Nəsimi rolunu da oynayan birisi nə edir? O biri filmdə Başkəsən Babəy rolunu oynayır. Və sizin şuurunuza elə yeridirlər ki, bu normalda bu aktyordur.
Məsələn, mən filmlərdə dini insanların, məsələn, Osman Diriliş, Quruluş Osman filmində Osman hər dəfəsində Allaha dua eləyir. Allahım mənə kömək elə və s. Sonra da nə edir? Mərhəmət göyə göstərir, sonra onu öldürür, bunu öldürür. Mən deyirəm ki, bu cəfəngiyatdır. Filmlərdə ruhsallığa, dinə, Allaha və s. şeylərə toxunmaq olmaz. Məsələn, filmlərdə, seriallarda qəbirstanlığı, insanların qəbrə getdiyini, nə bilim, kiminsə bastırıldığını, kiminsə hansısa məzara yaxınlaşdığını və s. şeyləri göstərmək olmaz. İndi mənə deyə bilərlər ki, nə var ki burada? Necə ki, o şəhidlər xiyabanı var. Görürsünüz, burada canını qurban vermiş insanlar yatır, orada da ateşgah var. Turist gəlir, tık 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 tık, buradan keçdi, getdi orada, çık 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 çık, şəkil çəkir. Hörmət edirmi onlara? Hə? Niyə turistik məkan xiyabanın yanında olmalıdır? Niyə? Niyə o biri adamlar, indi başa düşürsünüz də nə deyirəm, başqa yerdə yatır. Onun yanında olan yerdə yatırlar. Dəmir darvaza var orada. Amma bunlar isə buradadır. Turistik obyekt, turizm obyektinə çevriliblər. Məgər bu orada yatanlara qarşı hörmətsizlik deyilmi? Hə? Hə? Mən gedirəm məsələn oradan, gəldim qərənfili qoydum, getdim oraya, çık 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 çık. Sonra da onun yanında da bir dənə restoran da tikiblər. Burada çık-çık eləyirəm turist kimi. Orada da geyirəm, oturam, leypə eləyirəm. Çay dəmləyirəm. Düzdürmü bu? Mənəviyyatlıdır mı? Hə? Niyə düşünmürlər belə şeylər haqqında? Çünki mənəviyyat nə qədər cılızdırsa, bu haqda düşünmürlər. Bu haqda düşünmək üçün, bunun fərqinə varmaq üçün şuur, əql səviyyəsi yüksək olmalıdır. Və detallara fikir verməyi bacarmaq lazımdır. Bunu da yaradıcı insanlar bacarır. Yaradıcı və mənəviyyatlı insanlar. Hə. Gördünüz, Platondan danışır. O biri yerdə nə edir? Nəsimini melanxolik, romantik şair kimi göstərirlər. Ora gedir, zırıldayır, burada zırıldayır. Siz Almanyalı şair Gölderlin və yaxud da ki, İngiliz şairi Byron'ın həyatını göstərmirsiniz. Niyə görə bu insanlar bunu belə göstərdi? Çünki onlar həqiqəti bilmirlər və özünü dərk etmiş insanın necə yaşadığını, necə danışdığını və s. bunu bilmirlər, cahildirlər. Anlayırsınızmı? Amma tərifləyirlər. Belə rol oynadı. Təbii siz gözəl aktyoru ora qoyanda o da elə rol oynamalıdır. Yəni qadınlar baxır, gözəlliyə bax. Düzdür? Məsələn, siz çirkin bir aktyoru o rola qoya bilərdinizmi? Yox. Başa düşürdünüz ki, o filmə heç kəs baxmayacaq, o rolda çirkin aktyor olsun. O rolda gərək Alain Delon kimi bir aktyor olmalı. Sonra o Nəsiminin dərvişlərlə yığışması. Mən şairəm, dərviş deyiləm, dərviş buna deyirsən, belə eləmsən. Ümumiyyətlə, dərvişlər elə görünürdümü? Hə? Dərvişlər hörmətə sahib olan adamlar idi. Xırka deyil, xırka. Bunu geyinirlər. O əski üskünü başlarına, təpələrinə qoymurdular. Bomjluq eləmirdilər. Ora-bura tullanmırdılar filmdəki kimi. Bilməyən insanlar danışır. Məsələn, Cavidan Namə. Azərbaycan dilində mən bu kitabı görməmişim. Türk dilində var bu kitab. Cavidan Namə. Məsələn, Yunus Əmrə haqqında serial çəkiblər. Ay, ora gedir, bura gedir, belə şeylər danışırlar. Müqəddəsliyi göstərməyə çalışmaqla siz onu alçaldırsınız. Anlayırsınızmı? Əgər mən filmdə oturub deyirəmsə, Allahım mənim kömək elə. Mən aktyor olaraq təbii pul qazanıram, amma mən düşünməliyəm ki, mənim elədiyim düz deyil də, mən yalan danışıram. O Burak Özçivit, hamının təriflədiyi aktyor, Osman'ı oynayır. Reallıqdakı personaja baxın, bir də Osman'a baxın. Düzdür? Bizə nəyi göstərirlər? Qəhrəmanı göstərirlər.
Tarix, türklər özləri də deyir ki, tarixə uyğun deyil orada baş verənlər. Hindistanlıları pisləyirik. O Hindistanlıların filmləri biraz fantastik olsa da reallığa daha yaxındır. Nəinki bizdə türklərdə olan cəfəngiyat filmlər. Sonra bu filmdə nə baş verir, Nəsimi filmində? Məsələn, Cavidan namə haqqında işə deyilmir. Fəzlullah Nəimi orada bir-iki dənə söz deyir. Ondan sonra bu bunu öpdü, o onu öpdü, sonra getdi. Onun o qızı orada başdan xarablıq eləyir. Nə bilim, Nəsimi çıxdı, ağladı, sonra şey elədilər və s. Cəfəngiyatdır. Reallığı əks etdirmir. Söhbət ondan getmir. Tarixdə nə olub, nə olmayıb. Söhbət ondan gedir ki, siz özünüz bir şey anlamalısınız, aydın insanlara, dərk etmiş insanlara yaxınlaşmalıydınız. Konya'ya getməliydiniz, başqa yerlərə ziyarət etməliydiniz. Anlamalıydınız ki, bu kimdir, nə idi, nə edib, Suriyaya getmək lazım idi. Aleppo şəhərinə getmək lazım idi. Deyəcəklər ki, pulumuz çatmırdı. Yalansa. Sadəcə rəssamlıq nümunəsi kimi bu film nümayiş etdirilir. Amma bu filmdə heç nəyi qavramaq olmur. Nəsiminin sözləri, indi bəzi adamlar var, Nəsiminin qəzəlini oxuyurlar. Ağsaqqallar, təsbih fırladanlar və s. Mən də sığar ikən cahan, mən bu cahana sığmazam. Siz məndə sığar ikən cahan, mən bu cahana sığmazam sözünün anlamını, o sözlərin dərinliyini belə başa düşmürsünüz. Nəsimi belə dedi. Başa düşürsən nə dedi? Deyir, belə dedi. Başa düşürsən nə dedi? Məndə sığar ikən cahan, mən bu cahana sığmazam. İki cahan var. O biri dünya, axirət və bu dünya. O deyir ki, bunlar ikisi də mənim içimdə sığır. Amma mən bunlara sığmıram. Siz sufizmdən, tövhiddən xəbəriniz yoxdursa, Çin, Hindistan fəlsəfəsi, Advaita Vedanta'dan xəbəriniz yoxdursa, siz onun nə demək istədiyini anlaya bilməyəcəksiniz. Əgər içinizə gedib özünüzü dərk eləmirsinizsə, bunun üçün bu kanalda praktiki videolar var. Siz onun nə demək istədiyini anlaya bilməyəcəksiniz. Burada söhbət bu cahanı o cahandan getmir. Söhbət məndən gedir. Bu mən nədir? Mən nədir? Mən nə olan şeydir belə? Mən dediyimiz bir şeyi həqiqəti açıqlayıram sizə. Bir forma, bir anlayış, bir düşüncə, bir duyğu, vizual obraz deyil. Mən dediyimiz bir şey zaman, məkan çərçivəsində yerləşmir. O, naməlum bir şeydir və heç yerdə yerləşmir. Siz mənin harda olduğunu aşkarlaya bilməzsiniz. O, heç yerdədir və hər yerdədir. O heç nədir və hər şeydir. Bunu məntiqsel olaraq qavramaq olmur. Amma siz öz işinizə gedib, kanalda olan praktiki videolardan istifadə edib, bunun fərqinə vara bilərsiniz. Ki, mən heç yerdədir. Onda siz Nəsimini anlayacaqsınız. Belə oxudum, anladım, boş şeylərdir. Məsələn, İnsanların beyinlərində filmlər var, düzdür? Və biz filmlərdən özümüzün hansı hallarda necə aparmalıyıq, nə cür aparmalıyıq, bunları qavrayırıq. Bəzi filosoflar deyir ki, bu YouTube-da var. Filmlər vasitəsilə nəyisə anlamaq olmur. Filmdə insanlar rol oynayır. Burada, məsələn, belə bir film var idi. 300 Spartalı, bir də ki, Roma İmperiyası haqqında bir film var idi. O, bir baş qəhrəmanlardan biri burada Xerxesi oynuyordu. Xerxes. Orada da İsa Peyğəmbəri oynayır. Bu necə fəngiyatdır? Necə fəngiyatdır? Xristianlar burada böyük bir səhvə yol veriblər ki, İsa Peyğəmbər haqqında belə zarafatlar edilməsinə icazə veriblər. O da ona görə ki, dalları şişib də, İnkvizisiya dövründə, orta əsrdə o bir ağızdan çıxan bir sözə görə götürüb dilini qayçı ilə kəsərdilər onun, onda o ağlı olardı yerində. İndi isə yoxdur. İndi qadınlar çıxır, məsələn, başqa şeylərdə, o Amerikada lütlənirlər.
Rekord qırırlar. Mən 1000 kişi ilə yatacağam 24 saat ərzində. Mən ən qoca kişi ilə cinsi əlaqəyə girəcəm. Lütdənirlər. Lütdənirlər, lüt şəkillərin paylaşırlar. Sonra da çıxırlar, paltar geyinirlər. Nə deməkdir bu? Görürsünüz, nə qədər mənəviyyatsız olublar onlar. Qədim Romada mənəviyyatsız idi, amma orada qayda qanunlar var idi. Hər kəs öz yerini bilirdi qədim Romada. Çünki rejimə və s. şeylərə riayət edilirdi. Burada nə baş verir? Filmdə müqəddəs rolunu oynayan birisi, biz fikir veririk ki, real həyatda alçağın biridir. Hollywood ulduzlarının nə qədər murdarçılıq, alçaqlıq içində olduğunu görürük. Qərbdə ümumiyyətlə belə bir düşüncə var. 45 yaşına kimi gic-gic yaşa, 45 yaşından sonra narkotik getdi gəldi, rock and roll. Ondan sonra 45 yaşından sonra evlən və yavaş-yavaş yaşamaya başla. Cəmiyyət, şərqdə isə cəmiyyət sizlərə uşaqlığınızı yaşamağa icazə vermir. Sizi tez elə böyümək lazımdır. Təpik vurur sizə. Həm burada dəlixanadır, şərqdə dəlixana, həm də ki, qərbdə dəlixanadır. İctimai həyat dəlixanadan ibarətdir. Və filmlər vasitəsilə nə isə yayımlamaq, seriallar vasitəsilə insanlara nə isə çatdırmaq istəyir, cəfəngiyyatdır. İnsanların ümumiyyətlə vizual olaraq nə isə qavramaq istəyir, sadəcə elə bil vizual olaraq sizi yetişdirmir, şuur səviyyəniz qalxmır. Əgər siz bir kitabı oxumağa başlasınız, məsələn, mən Dostoyevskinin Yeniyetmə əsərini oxuyuram indi. Mənim başım gedir onun içinə, elə xırda detallar, nüanslara baxıram. Heç bir film bunu göstərə bilməz. Yeniyetmənin içində nəyin baş verdiyini, insanın ən incə xırda o duyğuların birləşməsindən və yaxud da ki, duyğuların parçalanmasından, duyğuların ziddiyyətindən əmələ gələn əhval-ruhiyyəsini heç bir film göstərə bilmir. Başa düşürsünüz? Yalandır hər şey. Nəsimi ağlayır. Siz müqəddəslər özünü dərk etmişlər haqqında baxsaydınız, onlar zırıldamırdı, ağlamırdı. Sadəcə siz həqiqəti dərk etmiş insanın yox, həqiqəti dərk etmiş Nəsiminin yox, şair Nəsiminin, Gölderlein'dir, nə bilim şeydir, Byron'dır, onun haqqında bir film çəkmiş. Babək filmidir və s. filmlərdir. Cəfəngiyyatdır. Orada rol oynayır, burada belədir. Düzdür, bu bir tərəfdən bizə kömək eləyir ki, biz nəyi anlayaq? Biz bu həyatın da, ictimai həyatında bir rol olduğunu anlamağa başlayaq. İllüziyalar olduğu. Amma bunu Shakespeare də deyirdi də 16-cı əsrdə. Otello və s. öz yaratdığı əsərlərlə, tamaşalarla bunu göstərirdi. Nə oldu? O oldu ki, biz bunun içində batdıq və biz artıq narazıyıq. Filmlərdə effektlər yoxdursa və s. şeylər, təzə filmə baxmaq lazımdır. Bu effekti yoxdur, o yoxdur. Serial çıxdı, bu serial. Biz yalan danışırıq özümüzə. Daima özümüzü aldadırıq. Və bu seriallardır, filmlərdir, kliplərdir, mahnılardır, musiqilərdir, televiziyadır, teleproqramlardır, YouTube'dur, videodur, shortsdur, TikTok'dur, Facebook'dur. Bunlar hamısı bizim özümüzü aldatmağımıza imkan yaradır. Hər şey sizi öləcəyinizdən yayındırır. İçində neynədilər? Rəsmlər saxladı. Babamın videosu var. Babam danışır, sağdır. İnsan sadəcə nə baş verir burada? Ta qədim zamanlardan insanlar ölümdən qurtulmağın, xəstəliklərdən qurtulmağın yolunu axtarırdı. Aydınlanmağın yerinə. Həqiqəti dərk eləməyin yerinə. İndi də axtarırlar, milyardları verirlər ki, müəyyən xəstəlikləri müalicə eləsinlər, cavan qalsınlar. Anlaya bilmirlər ki, siz çox yaşasaz da illüziyanın içində olacaqsınız və bu əvvəl-axır bitəcək. Həyatdan doymaq deyə bir şey yoxdur. Ölməyə hazır olmaq deyə bir şey yoxdur. Master və Margarita əsərində deyilir ki, ölüm təsadüfdür. Təsadüf.
Siz bir şeye hazırlaşanda o baş vermir. Ən dəhşətli şeylər təsadüfən baş verir. Düzdür? Gözləmədiyiniz halda baş verir. Reallıq belədir. Niyə görə? Çünki siz düşünürsünüz ki, siz bədəndəsiz, bədən də yer planetindədir, yer planeti də Günəş sistemindədir, Günəş sistemi süd yolu qalaktikasındadır. Yer planetində dövlətlər, ölkələr var. Siz məsələn Abşerondasınız, Bakıdasınız və tutaq ki, Nərimanovdasınız və yaxud da ki, şeydəsiz, nədir onun adı? Yasamaldasınız, Yasamalda küçədə gəzirsiniz. Bu yuxudur. Siz yatırsınız. Ona görə də oyanmamış, bu illüziyalarla özünüzü aldatmağa davam edənə qədər siz özünüzü cəhənnəmə yola salacaqsınız. Özünüzü cəhənnəmə yola salacaqsınız. Bu qədər.